ümumiyyətlə bütün münasibətlərin açarı güzəşt etmək, düşüncələrə anlayış göstərmək. Çünki insanlar təbii ki fərqlidir. Hamı eyni tərzdə düşünməyə bilər və ona görə də düşüncəyə anlayış önəmlidir və təbii ki də dəyərlərə hörmət etmək. Bu o demək deyil ki, biz özümüzü dəyişməliyik. Başqasının, qarşımızdakının istədiyi kimi olmalıyıq. Xeyr, bunun özü də mənfi xüsusiyyətdir. Sadəcə, əgər münasibətlərdə uyğunluq çoxdursa, yəni bunları nəzərə alıb və digər mənfiləri də yenə də anlayışla, hörmətlə qəbul edə bilərik.